Sumqayıt şəhərində yerləşən 4 nömrəli tam orta məktəbdə 1-ci Qarabağ müharibəsi şəhidi Əli Quliyevin adını daşıyan sinif otağının açılış mərasimi keçirilib. Vətən uğrunda canından keçən qəhrəman şəhidin xatirəsinə həsr olunan tədbir duyğulu anlarla yadda qalıb. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasim zamanı çıxış edənlər bildiriblər ki, belə tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda böyüməsinə mühüm rol oynayır. Qeyd olunub ki, şəhidlərin keçdiyi həyat yolu, göstərdikləri qəhrəmanlıq nümunələri hər zaman məktəblilərə örnək olmalıdır. Çıxışlarda vurğulanıb ki, Əli Quliyev 13 mart 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. O, orta təhsilini Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə alıb. Hələ məktəb illərindən vətənə bağlılığı, cəsarəti və vətənpərvərliyi ilə seçilən Əli Quliyev torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Bildirilib ki, 1-ci Qarabağ müharibəsinin ən ağır və çətin günlərində döyüşən Əli Quliyev düşmənə qarşı mərdliklə mübarizə aparıb. O, Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı ağır yaralanıb və həmin döyüşlərdə itkin düşüb. Onun göstərdiyi qəhrəmanlıq döyüş yoldaşları tərəfindən hər zaman böyük qürur hissi ilə xatırlanır. Çıxış edənlər qeyd ediblər ki, Əli Quliyev kimi igid oğullar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edərək xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Onların şərəfli ömür yolu, vətən sevgisi və qorxmazlığı bu gün Azərbaycan gəncliyi üçün ən böyük örnəkdir. Mərasimdə həmçinin bildirilib ki, 1-ci Qarabağ müharibəsində yarımçıq qalan arzular və şəhidlərimizin qisası 44 günlük vətən müharibəsində alındı. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə qazandı. İllərlə işğal altında olan torpaqlarımız azad edildi. Şəhidin yaxınları göstərdikləri diqqət və ehtirama görə təşəkkür edərək bildiriblər ki, qəhrəman övladların unudulmaması, onların adlarının məktəblərdə və təhsil ocaqlarında yaşadılması gələcək nəsillərin vətənpərvər ruhda formalaşmasına böyük töhfə verir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.